Əhməd bəy, şizofreniya əslində nədir? Şizofreniya psixiatrik xəstəliklərin C kateqoriyasına daxil olan bir xroniki psixi pozuntudur. Hansı ki, insanın mən konsepsiyası burada dağılır, formalaşmır, halüsinasiyalar görür, insanda aşırı şübhələr yaranır, sosial bacarıqlarını itirməyə başlayır. Məsəl üçün, dünənə qədər adam işə gedirdi, artıq işə getmək istəmir, evdə iş görürdü, iş görmək istəmir və Loreldə istərdim izah verim, insan ruhunun parçalanmasıdır. Yəni sizin sözünüzə qüvvət, yəni mən özüm də həkim, psixoterapevt olaraq bunun nə olduğunu bilirəm. Elə bil ki, bir orkestrdir və orkestrin bir dirijoru var. Yəni dirijor, elə bilin ki, dirijor burada hər kəsə fərqli komandalar verir. Məsələn, pianodir, sən ifa elə Chopin-i, məsəl üçün skripkaya deyir Beethoven-i, digərinə deyir Çaykovskini, hər kəs bir şey ifa eləyir və ortalıqda bir şey olmur. Yəni nəticə etibarilə normalda dirijor nə deməkdir? Yəni həmin musiqi alətlərini, yəni insanları dirije edən, musiqini harmonik vəziyyətə gətirən bir şəxsdir. Yəni 1 və 2 və 3 və 4 və. Yəni amma dirijor ya olmayanda ya da dirijorun funksiyası pozulanda artıq bütün xaos ortaya çıxmalıdır.